Oktyabrın 17-sində Qusarda polisi qətlə yetirməkdə şübhəli bilinən 2 nəfər hələ tapılmayıb. Olay yeri boyunca bir neçə yerdə polis postları qurulub. Mühafizə orqanlarının əməkdaşları jurnalistlərə heç bir açıqlama verməyiblər. Azadlıq Radiosunun hadisə yerində olan müxbiri Cəmil Məmmədin dediklərindən. Dünəndən qurulan polis postları və hərbiçilər nəzarətə götürüblər bütün rayonun girişini, çıxışını. Prokurorluğun istintaq qrupu hadisə yerini araşdırır. Daxili İşlər Nazirliyi hadisəyə görə bir nəfərin tutulduğunu, 2 nəfərin isə axtarıldığını bildirir. Nazirlik Mətbuat Xidmətinin yaydığı məlumatda o da qeyd olunur ki, oktyabrın 16-sında kimliyi bilinməyən şəxs Qusar şəhərindəki valyut ödəşmə məntəqəsində çalışan Sadir Mustafayev və baş nahiyəsindən küt alətlə xəsarət yetirərək üzərində olan 6000 manatı götürüb. Əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Edik Rüstəmov saxlanılıb. Oğurlanmış pulun götürülməsi üçün polis əməkdaşları onu meşə zolağına aparıblar. Orada Edik Rüstəmovla əlaqəli olan 2 naməlum şəxsin açdığı atəşlə polis mayoru Qalib Əliyev həlak olub. Digər 3 polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Nazirliyin məlumatına görə silahlı hücumu Qusar şəhər sakinləri Faiq Şahmuradov və Ramiz Rəmxanov törədiblər. Həmin şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir. Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Mahir Bədəlov bildirir ki, polis əməkdaşlarından birinin yarası yüngül olduğundan ayaqüstü müalicə alıb. Digər 2 nəfərin durumu ağır, stabildir. Həmən birinci biz əməliyyat aparandığımda onun bir günlük yarası göbək nahiyəsinə girib, qarın boşluğunu dəlib keçib və orada da daxili üzlərinin hamısını zədələnib. Onunla təxmini 1 metrdən çox biz məcbur olduq bağırsağı rezeksiya elədik. Onun vəziyyəti stabildir, hal-hazırda özündədir, danışır. İndi sonraki müalicə indi hər halda qərarla aparılacaq məncə hospitalda. Digər xəstə həmən polis əməkdaşı bir neçə günlük yarası alıb birbaşa. Məncə 3-4 günlük yarası alıb. Onda da kombinə olmuş müştərək travma alıb. Həm döş qəfəsinə, həm qarın boşluğuna, həm daxili özlərini zədələnməklə. Baxmayaraq ki, vəziyyət ağırdır. Biz təşkilati məsələlərini başda olmalı. O cümlədən Bakıdan gələn cərrahlarla bir yerdə onu təhlükədən uzaqlaşdırmışıq. Hal-hazırki vəziyyətdə ağır sayılır, amma stabil. Azadlıq Radiosunun müxbiri yaralı polislərdən ikisinin Bakıya yola salındığını bildirir.